İcra hakimiyyətlərinin başçılarının dəyişilməsi və yaxud da ki, onlar üzərində hansı bir inzibati, administrativ təzyiqin olması, həbs dalğası və s. bunlar bu problemi açıq həll etmir və onlar da məsələn icra hakimiyyəti başçıları təyin olunanda nə edəcəyini məncə tam təsəvvür edə bilmirlər. Onlara elə gəlir ki, əvvəlki icra başçılarının etdiklərini də bu da təkrar etsə, bu artıq işin bitirmiş hesab olunur. Amma biz görürük ki, kənd təsərrüfatında, xüsusilə də o rayonların icra başçıları ki, kənd təsərrüfatı bölgələridir. Orada siyasət fərqli olmalıdır. Siyasət elə olmalıdır ki, həmin o icra hakimiyyətinin başçıları, məsələn, onlar qarşısında bir belə tələb qoyulmalıdır. Mən bir çox bölgələri misal çəkə bilərəm. Bu icra başçılarının çoxu mən inanıram ki, o rayonun iqtisadi infrastrukturunu tanımır. O infrastrukturun belə deyək ki, hansı iqtisadi uklada olduğunu bilmir. Onlar bir çox hallarda təyin olduqları icra başçısı olduqları rayonu bir çox hallarda xəritədən tanıyırlar. Məsələn, o insanların mentalitetini bilmirlər. O insanların istehsal vərdişlərindən xəbərləri yoxdur. Kənd təsərrüfatı bacarıqlarından məlumatları yoxdur. Orada məsələn biznesə məşğul ola biləcək potensial sahibkarları tanımırlar. Onlar gəlir, köhnələrlə vidalaşırlar, özləri üçün də ətrafda nepotizm, tribalizm baxışa görə yeni bir komanda yaradırlar. Bu da olur bunların komandası və görürük ki, köhnə hamam köhnə tas məsələsi olur. Onda bu siyasət dəyişilməlidir. Bu dəyişməsə bizim ümumiyyətlə böyük mənada regionlarla paytaxt arasındakı uçurumlar böyüyəcək.